Salam değerli izləyicilərimiz, xoş gördük hər birinizi. Gəlmişik Bakıdaya, avtovağzanda, Şəki kafenin qarşısında Rövşən qardaşımızla oturub. İndi inşallah Papa əlinə xəstəxanaya gedirik Allahın izni ilə. Allah Rövşən qardaşımıza yardım edən qardaşlarımızın, bacılarımızın canını sağ eləsin, ruzilərinə bərəkətlərini Allah ruzi bərəkətləri bol eləsin, Allah ciblərini dolu eləsin. İnşallah videomuzu izləyərsiniz, məlumat verəcəyik izləyicilərimizə inşallah. Rövşən qardaşımız müayinədən keçir. İnşallah şad xəbəri sizlərlə bölüşəcəyik. Değerli izləyicilərimiz, biz hal-hazırda Papalində xəstəxanadayıq. Gəldik Rövşən qardaşımızın hər iki gözləri soroşlu. Yəni gecikdirməyib, şükürlər olsun ki, gecikdirməyibdir. Hər iki gözü əməliyyat olmalıdır. Biri sabahlarım təxmini günorta əməliyyat olacaqdır. Biri isə hardasa 8-10 gündən sonra əməliyyat olacaqdır. Hər iki gözünə, yəni iki gözün birdən eləmək mümkün deyil. Yəni biri olmalıdır, arası 8 gün, 10 gün çəkməlidir, sonra o birisi olmalıdır. 1200 manatda ödənişi olacaqdır. Çox sağ olun, dəyər verən qardaşlarımız, bacılarımız. Allah hər birimizin canınızı sağ eləsin. Görmə də 10% qalır. Yəni təmiz görməsin. 90% elə bir görmə qabiliyyəti itirdi. Allah sağ olun göndərən qardaşlar. Bazıların canı sağ eləsin. Allah sizləri var eləsin. Ömürlər uzun olsun. Amin. İnşallah gözəl izləyicilərimiz, Rövşən qardaşımız sabahlarım Allahın izni ilə əməliyyata girəcək, çıxacaq. Üç gün Allahın köməkliyi ilə Bərdədə olacaq inşallah. Evdə olacaq. Çəkilişimiz olacaq əməliyyatdan gələndən sonra. Sevincimizi sizlərlə paylaşacağıq. Allah canınızı sağ eləsin, Allah üzünüzü bol eləsin. Topuş da gəlməli idi. Deyir, gələndə yolda avtoqəzaya uğrayıb, gəlib hələ çıxmıyor topuşumuz. Çox sağ olun əzizlərim. Allah sizləri var eləsin. Öpürəm sizi, bağrıma basıram. Allah xəqanınızı sağ eləsin, sizləri var eləsin. Allah balalarınızı xoşbəxt eləsin. Xəqan var olun. Allah razı olsun. Məni qaladan. Sağ ol, çox sağ ol. Nə deyir? Alayım.